Adətən belə videoları post olaraq çəkmirəm. Yəqin ki, buna görə nə mənim ortağım, nə də menecerlərim məni danlamayacaqlar, amma məcbur bu videonu çəkməliyəm. Deməli, necə Anar Ağakişiyev bu sahədə 26 il bir çoxlarının yuxusuna haram qatıb, istər xalq artisti olsun və bir başqa sahədə, hər sahədən mütləq bir dənə yılan tapılacaq ki, mən öz yolumu gedirəm, mənə yolumu kəsməyə belə deyim də, əsəbimdən başlayıram, mən bu videonu çəkməsəydim alınmayacaqdım. Qıtaç kəsməyə çalışacağım. Deməli, birisi də Anar Beauty buraxmışam və Anar Beauty martda çıxdı, ta maya qədər ən çox satışlarda birinci yerdəydi, trend yolda. Sonra Allahın köməkliyi ilə yerli brend olaraq Miom'a da girdik. Hər şey əlaydı, hər şey möhtəşəmdir. Mən baxıram, neçə gündür mənə direct mesajlar gəlir ki, bəs medium rəngi ən çox satılan rəngdir və ən çox satılanlarda həmişə birinci yerdədir. Direct bəs medium rəngi yoxdur, medium rəngi yoxdur, medium rəngi yoxdur. Bugün ortağıma deyirəm ki, bəs depoda yoxdur, medium rəngi yoxdur, deyir ki, Anarcığım var. Məyərsə, hansısa, belə deyim, ürəyi təmiz, valideyni götürəcək, tərbiyəsi alınır. Bizə düşmən lazım deyil, biz özümüzə düşmənik. Hansısa oradan, Bakıdan Azərbaycanlımız, paxıl, skinli payı, götürən eyni, 50 dənəsini sifariş eləyər bir profildən və götürə, Trendyolda belə bir sistemi var da, 50-100 dənə sifariş eləyən adam artıq orada yorum qismində yaza bilər və yaxud da xal qoya bilər. Götürə bir xal qoya. Trendyolun sistemi də görür ki, hə, bu əgər 50 dənəsini alıp da narazı qalıbsa, demək olar ki, nəsə var. Və bunu satışdan qaldıram, mənim də xəbərim yoxdur da, bloklayaq bir müddətlik satışı. Halbuki, mən öz məhsullarıma, Anar Beauty məhsullarıma başımla cavabdeyəm, başımla. Onu alan adam böyük hegemon markalarla onu bir tutur və deyir, Anar, sənin məhsulların inanılmazdır. Demək, hansısa dandrik, uyduruq, o siyahıda olan, hal-hazırda Anar Beauty'nin BB kremiz ən çox satılandan 8-ə düşüb. O əvvəllərdə olan uyduruq markalar götürüb belə bir hilə işlədiblər. Mənə də Anar deyərlər. Yəni, yolumu bağlıdır, mən daha da güclənirəm. Tez trend yola, mail, məktub və s. və əlaqə. Yəni, görsənir ki, bu kitle eləmək istəyir. Nə oldu, sən Bleskdən narazı qaldın, BB-dən narazı qaldın. O bir misal var, Yer Qazı, nə bilim, nə Gülnazı, yenə bizdən narazı. Öyle hər şeydən sən narazı oldun. Necə olur o? Neysə, uzun sözün qısası, başınızı ağrıdmayayım. Belə paxıl insanların acığına, mən Anar Ağakişiyev olaraq, bir Azərbaycan-Türk markası olaraq, çox böyük dəncirvari markaların şəbəkəsi, kosmetik. Oraya girin, siz də baxın. Siz paxıllığınız özünüzdə qalacaq. Siz belə paxıllığına məni daha da göylərə qaldırır. Heç demirəm, sizi tapşırıram Allah'a. Tepəliyim. O qədər mutluyum, o qədər yukarıdayım ki, aşağıdaki siz mikroblarından ilgilənmiyorum. Sizi sevirəm. Anar Beauty sevənlər. Artıq medium, light, strawberry, bütün məhsullar var. Hətta yeni bir məhsul çıxıb, bugün satışa çıxıb. Hələ əlimə test eləməyə çatdırmamışam bu şeydən. Onu da sifariş edə bilərsiniz və sizdən çox gözəl dəstək yorum gözləyirəm ki, belə qutluların yorumu aşağıda qalsın. Sizi sevirəm.